Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Arkadaşlar necə bilirsiniz ki, elhamdülillah Allah Subhanahu sonsuz sayıda şükürlər olsun ki, bizim İslam dinimiz kamildir. Tam şəkildə kamildir. Yəni heç bir yanı ki, bir gram belə bir yer qoyulmayıb ki, nəyəsə belə o sual olsun, nəsə bir əməl olsun ki, onun cavabı olmasın dində. Hətta Allah Resulü sallallahu hər bir şey bizə öyrətdi. Hər şey yemək yeməkdir. Hansı əlimizdən tutmalıyıq və yaxud da ehtiyacımızı necə ödəməliyik, necə getməliyik, hamısını. Elə bir şey biz bilməyə bilərik. Amma din hər bir şeyi əhatə edir. O demək deyil, hansısa hətta bir ola bilsin ki, elm tələbəsi olsun, ola bilsin hətta alim olsun. Ona sual verirlər və o sualın cavabını bilmir. Bu o demək deyil ki, dində onun cavabı yoxdur. Yəni insan hər bir şey bilməyə bilər. Alimdir, hər şey bilən Allah Subhanahu va Taala'dır. Düzdürmü? Necə ki bilirsiniz, Musa aleyhissalam hətta bu cavabına görə neynədi? Yəni bildirildi ki, ona səndən daha bilikli var və göndərildi hara? Xıdır aleyhissalamın yanına. Sizə bir dənə olmuş əhvalat danışacağım. Bu da ki, alimlər Nisa surəsinin 3-cü ayəsinin təfsirində gətirirlər və başqa rəvayətləri də var, rəvayət olaraq gəlir həmçində. Bu əhvalat Ömər radiyallahu anh'ın xəlifəlik dövründə olubdur. Bir qadın gəlir Ömər radiyallahu anh'ın yanına və deyir ki, ey deyir, möminlərin əmiri. Həqiqətən deyir, mənim deyir, yoldaşım deyir, yəni həyat yoldaşım gündüzləri oruc və gecələri də deyir, qiyamda keçirir. Və mən də deyir, bunu deyir, sizə deyir, şahid eləmək sevmirəm. Sevmədən deyirəm. İstəmirəm bunu deyim. Mən bunu istəmirəm istədiyim. Çünki deyir, o deyir, Allah Subhanahu va Taala'nın itaatini eləyir. İbadətlə məşğuldur. Və Ömər radiyallahu anh deyir ki, sənin deyir, zövcən deyir, yəni həyat yoldaşının ən gözəl həyat yoldaşlarındadır. Nə gözəl halına onun. Yəni gündüzləri oruc, gecələri də Allah Subhanahu va ibadətində keçirir. Nə xoş halına onun. Və qadın bir də təkrarlayır bunu. Məsələn, deyir, eyni məsələdə deyir ki, bəs gündüzləri oruc, gecələri ibadət, ibadətdə də bütün gecəni ibadətdə, gündüzləri daim oruc olur. Mən deyir, yenə təkrarlayır ki, mən bunu deyir, heç sevmirəm, istəmirəm bunu deməyə. Beləncəsinə 3 dəfə harası təkrarlayır. Kə'b deyir ki, Əl-Əsədi. Deyir, deyir, möminlərindir, əmri deyir. Mən deyir, bilirəm, deyir, bu qadın deyir, nədən şikayət edir? Deyir, o deyir, onu deyir, yəni yatağından deyir, uzaq tutduğuna deyir, onu deyir, şikayət eləmək istəyir. Sazlaraq, yəni həya eləyir. Və bilmir də ki, yəni necə deyir bunu deyir, deyim ona da, yəni deyim möminlərin əmrinə ki, bu itaəti ilə Allahın yəni ibadəti ilə məşğuldur. Bu yandan da deyir, bundan ya haqqını elə bil ki, tələb eləmək istəyir. Ömər radiyallahu anh deyir, necə ki deyir, sən deyir, onu deyir, başa düşdün deyir, indi sənin üzərinə düşür deyir, onun deyir, hökmünü verəsən. Yəni Ömər radiyallahu anh anlamır bunu. Yəni tutmur söhbəti belə deyək. Demir, yəni deyir, yəni şikayət eləmirdi. Amma Kə'b radiyallahu anh başa düşür. Anlayır ki, bu qadın şikayətə gəlibdir. Nə şikayət edir? Yəni ondan yataqdan uzaq düşdüyünə görə. Deyir, yoldaşını istəyirəm. Kə'b deyir ki, yoldaşını istəyirəm. Yoldaşı gəlir, deyir, sənin deyir, həyat yoldaşın səndən şikayət edir. Deyir, nədə deyir, şikayət edir? Yeməkdə, yoxsa içməkdə? Nəyin naqis edirəm? Deyir, heç birində. Deyir, və nə də deyir, bu şeydə də sən yalnız deyir, neynisən? Gündüzlərini oruc, yəni uzun biraz məsələdir. İnşallah çalışacağım qısa olsun, çox da uzun olmasın. Əsas yəni məsələlərə toxunaq. Deyir, bu məsələdə gündüzləri orucsan, gecələri də Allah'a qiyamda durursan. Tamamilə zövcənin haqqını ödəmirsən. Görün necə eləyir, necə hökm verir. Qayıdır hara? Həmən Nisa surəsinin 3-cü ayəsində. Allah Subhanahu taala necə bilirsiniz ki, müsəlmanlara 4 dəfə evlənməyi icazə verir. Düzdürmü?
O da deyir ki, hökm belədir. 1, 2, 3. 3 günün, qulaq qardaşla diqqətin. 3 günün gündüzlərini oruc olursan, gecələrini də ibadətdə keçirirsən. 4-cü günü isə oruc olmusan və gecələrində zövcənlə keçirirsən. Təsəllün görün, yəni necə hökm verdi ədalətli. Yəni sələflər belə idi. Baxın görün necə yəni ayə ilə hökm verdi. Yəni sənin elə bir 4 yoldaşın olsun, necə olacaqdı? 4 gündən, 3 gündən bir gələcəkdin bunun yanına, 3 gün o birisi zövcənin yanında, 4-cü gün bunun yanında olacaksın. İndi elə, deməli 3 gün gündüzləri orucsan, gecələri ibadətdə keçir. 4-cü gündə hara gəl? 4-cü gündə gəl zövcənin yanına. Və Ömər radiyallahu anh deyir ki, bilmirəm, deyir, hansına görə təəccüblənim. Məsələni başa düşməyinə görə, yoxsa bu məsələyə hökm verdiyinə görə. Yox, Ömər radiyallahu anh Kəbə deyir. Yəni deyir, bilmirəm hansı işinə görə sənin daha çox təəccüblənim də. Məsələni başa düşdüyünə görə ki, yəni qadın gəlib şikayətə, yoxsa sən bunlara belə ədalətli hökm verdiyinə görə. Və sözsüz ki, Ömər radiyallahu anh onu neyinir? Basranın əmri qoyur, vəlisi qoyur. Yəni oranın vəlisi olur. Bu da bax, görün qardaşlar, indi burada nə fayda çıxartdıq? Baxın, görürsən ki, dində əlhəmdülillah elə bir şey yoxdur ki, yəni onların haqqı olmasın. Hər bir şeyin haqqı var. Hətta sən belə yemək yeməyin haqqın var ki, yemək yeməlisən və içməlisən, düzdürmü? Bədəninin haqqı var, yatmaq haqqı. Bunları ödəməlisən. Həmçində həyat yoldaşın haqqı var. Və həmçində övladların haqqı var. Və həmçində ki, ən böyükdə sənin də haqqın var onun üzərində, qadınların üzərində. Yəni, baxın, bu insan özünü nə ilə məşğul idi? Sırf ibadətlə. Başqa işlə məşğul eləmirdi. Nə ilə məşğul idi? Gündüzləri oruç tutardı. Düzdürmü? Gecələr də Allah subhanahu ta'ala qiyamda durardı. Və ona görə gəldi hara? Qadın gəldi yəni vəlinin yanına, yəni əmir-i-müminin yanına. Ömər radiyallahu anh şahid elədi. Və indi insanlar baxmalıdır da indi halına. Görürsünüz, bəzi hallarda qadınlar tərəfindən şahid olur. Bəzi hallarda görürsünüz, kişilər tərəfindən şahidlər olur ki, və yaxud da qadınlar harcı haqlarına taftalanır qadınlar tərəfindən. Onun üçün hər bir iki tərəf baxmalıdır ki, xüsusən də kişilər, qadınlar evdədir, düzdürmü? Yəni, sən çöldə barədə olanda birincisi, sən özün nəyə məşğulləyirsən? Nələrlə yəni? Əgər sənin bu dünyanın axirətin üçün faydalıdırsa, nə gözəl, nə xoş halına. Amma yenə də sən onunla belə məşğul eləsən özünü, buradan fayda çıxır. Yəni, sən tam şəkildə gündəlik yəni onu elə bilmərsən. Aydındır? Gündəlik elə bilmərsən onu. Gündəlik eləmək olmaz bunu. Yəni, əlhəmdülillah, qardaşlarla oturmaq nə gözəl və oturmuşuq. Nimətdir, əlhəmdülillah, düzdürmü? Adamın qəlbi genişlənir, üzü gülür. Oturursan, amma evdəkilərin haqqı var. Biz gündə belə oturaq, saat 2-yə kimi, 3-ə kimi, gündəlik belə günümüzü keçirək, amma evdəkilər məsələn qalsın belə, gözləri yolda, belə olmaz. Və yaxud da ki, əksinə, tamamilə misal üçün özünü qapan aliyə və qardaşlarla görüşmə, elm məclislərinə getmə, belə də olmaz. Onca orta olmalıdır. Əlhəmdülillah, orta olmalıdır. Və həmçində sən burada faydalandığın şeyə gedib evdə faydalandırmalısan. Və həmçində yerlərim, sözsüz qeybət məclisləri olmazsa, o hal nə eləməlisən? Belə bazılar üçün də yəni biz nə şərait yaratmalıyıq, onlar da elmlənməyinə. Qeybət məclisi olmağına yox. Yəni, qadınlar əgər yığışırsa orada, bilirsən ki, qadınlar qeybətə yığışır, bunu eləmə. Əksinə, elə məclisdə sən yoldaşını aparmasan daha yaxşı olar. Niyə görə günah aparmalısın? Bilirsən, gedib faydalanırlar, misal üçün, nəsə axırı nail olurlar, onda olar. Ya, mən gözəli nədir, sən faydalandın, getdin, əlhəm faydalandırdın. Allah daha doğrusunu bilir, qardaşlar, yəni bu olan, yəni ki, hadisədən hər birimiz nəticə çıxartmalıyıq. Ki, o belə görürsünüz, insan özünü tam ibadətə vermişdi və o qınandı. Düzdürmü? Necə olsun bizim halımızda? Biz onsuz oturanda qardaşlardan daim zikr olmur ki, yeri gələnə zarafatlar yiyirsən, düzdürmü, yiyirsən də, içsən də, əlhəmdülillah, Allah subhanahu ta'ala verdiyi halal nimətlərdən. Bunlar heç bir yana haram deyil. Əgər o deyib gülmək yalan olmazsa, kimisə məsxərəyə qoymaq olmazsa, amma yenə də bunun nə olmalıdır? Həddə olmalıdır.
Ona görə o həmçində ki, evdə bizim cəmiyyətimiz böyüyür qardaşlar. Bunu unutmayaq. Bizim övladlarımız bu cəmiyyətdən bir parçadır. Yaxşı, sən ona gedib tərbiyə verməsən, kim ona tərbiyə verəcək? Küçədə mi tərbiyə alacaq o? Yoxsa məktəbdə mi tərbiyə alacaqdı o? Tək ananın üstünə tullamaq olmur. Birincisi, sən əgər övladlarının salih olmasını istəyirsənsə, birinci elə qadından başlamalısan tərbiyəsini. Əlbəttə ki, dini tərbiyə. O demək deyil biz bəzi hallarda biz sözləri işlədəndə kimisə tərbiyəsizlikdə ittiham eləmirik, Allah qorusun. Dini tərbiyədən gedir söhbət. Yəni dini bilgilər, dini anlayışlar, yəni ki, Allah Rasul s.ə.v zövcələr necə olubdur, möminə qadınlar necə olublar, düzdürmü? Ailələri ilə, övladları ilə, dini necə başa düşüblər, din üçün nələr eləyiblər. Və belə bunları biz öyrənib öz ailəmizə çatdırmasaq, kim onları eləyəcəkdir? Kim eləyəcək? Sən övladlarına öyrətməsən, əmin ol ki, sənin övladlarını öyrədəcəklər. Necə ki, Şeyx Həfizullah Abdullah Buxari Həfizullah deyir. Sən onlara dinini öyrətməsən, onlar başqa şey öyrədəcəklər. Sən onlara bilməsən, bir gün kimlə oturur məktəbdə, kimlə durur, kimlə dostluq edir tələffüzdə, düzdürmü? Kimlə küçədə dostluq edir, bilməsən, onları öyrənməsən, onlar elə şey olarmı? Və sabahlam sən cavab verəcəksən onlara görə. Xətrinə dəyməyim. Sən elələr yoxdur, sən övladının xətrinə dəy, Allahın haqqını tələb edərək. Vallahi ki, əgərlərim onlar Allah subhanahu ta'ala haqqını yerinə yetirsələr, inşallah Allahın izni ilə Allah subhanahu ta'ala onları uzaldacaqdır. Allah daha doğrusunu bilir, çox yormayım sizi qardaşlar. Çalışarım yəni ki, bu danışdığımız şeylərdən fayda çıxardaq. Hər biriniz üçün Allahdan dilərim ki, faydalı olsun. Allah daha doğrusunu bilir. Subhanakallahumma bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və etûbü ileyk.